Belə bir sxemdir. Bu dəyirman çarxıdır. 8 metri dəyirman çarxıdır. Belə bir variant var da. Elə bil ki, belə deyək, 14 kilovatlıq su nasosu 90 litr saniyədə su vura bilir. Bir orada 22 metrdir. Mən 22 metr olaraq qalsın. Həmişə minimal götürmək lazımdır ki, artıq onsa səndir. 7 metr hündürlük. 7 metr hündürlükdən saniyədə 90 litr su tökülür çarxa. Biz elə bil dövlət tokundan elə bir götürürük, bunu işlədirik. Dövlət tokundan 14 kilovatı işlədirik. Saniyədə 90 litr suyu pompalayırıq çarxın üstünə. 8 metr diametr olmalıdır. Çünki burada gravitasiyanın gücü var. Yəni bu balaca eləyib güc almaq olmur. Gravitasiyanın gücü var. Belə deyək. Biz nəticədə 900 kilo kursiyaşı moment, yəni moment gücü 900 kiloqram, ən azı 350, yəni 400-də, orada 400 abarotdur. Mən 350 yazmışam. 350 abarotda 900 kilo, elə mən 200 kilo götürmüşəm buranı. Yəni burada əslində 270-dir ya. Mən yəni bunu 200 kilo, bunu da kəsiklərlə eləmişəm ki, artığı onsuz da bizimdir. Kursiyaşı moment 900 kilo əmələ gəlir valda. Skarasnoya, yəni 50 dəfə keçir. Belə kursiyaşı moment 45.000 kilodur. 45.000 kilodur kursiyaşı moment. Bunu da biz 50 dəfə azaldanda 900 kilo kursiyaşı moment əmələ gəlir. 350-dən yuxarı devir. Mənim də generatorum 350 abarotda polnu tok verir. Bunu verirəm, süni intellektə sual verirəm. 900 abarotda, 900 kiloqram, 350 abarotda, yəni 40 kilovatdan yuxarı tok göstərir. 40 kilovatdan yuxarı. Yəni biz faktiki olaraq 14 kilovat işlədirik dövlət tokundan. 40 kilovat bu çarxdan elə bil tok götürürük. Belə bir proyekt ola bilər.